Salam dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Bu gün sizlərə Dövlət İmtahan Mərkəzinin 2024-cü il tarixində keçirilmiş qəbul imtahanından əvvəlki sınaq suallarını izah edəcəm. Bu sınaqda olan məntiq suallarının izahına baxırıq. Diqqətlə baxın, olduqca maraqlı və düşündürücü suallar var. Başlayaq 46-cı sualdan. Bizə şəkil cədvəlinə aid belə bir sual verib ki, qanuna uyğunluğu müəyyən edin. Və biz burada diqqətlə baxsaq, görərik ki, birinci sətirdə 3 cür fiqur var. Bir var dairə, bir var bu qara dairə. Qara dairəni salıb bir dairənin içərisinə və burada da 3 dənə dairə əmələ gəlib. İndi növbəti sətrə baxsaq, həqiqətən də bu fiquru A adlandırsaq, burada da var həmin fiqur. Növbəti sətr burada da var. Baxın, burada B adlandırsaq bu qara dairəni birinci sətirdə də var, 2-də də var, 3-cü sətirdə də var. Demək ki, hər sətirdə hər fiqurdan bir dənə olmalıdır. Bax, bu şəkildən birinci sətirdə var, ikinci sətirdə var və üçüncü sətirdə yoxdur. Demək, biz variantda bax bu şəkili axtarmalıyıq. Bu da düzgün cavabımız D variantı vermiş olur. Qeyd elədiyim şey sütun üzrə də baxa bilərsiniz. Sütun üzrə də baxanda hər bir şəkildən, hər sütunda bir dəfə istifadə olunub. Üçüncü sütunda olmayan hansıdır? Olmayan bax D variantıdır ki, biz onu götürüb yazmalıydıq. 47-ci suala baxaq. Verilən hissələrin xəyalən birləşdirməsindən alınan fiquru tapmaq lazımdır. Əlbəttə, bunlar nə etmək lazımdır? Bir-bir hamısını yoxlamaq lazımdır ki, düzgün cavabı alasınız. Mən indi düzgün cavab üzərində qeyd edirəm. Baxın, bu bir nömrəli adlandırdığımız rombu gətirib bu üç bucağın bu tərəfinə doğru yerləşdirə bilərik. Diqqətlə çəkməyə çalışacağım. Əslində bir xeyir də uzada bilərəm. Bura qədər gələk və belə. Rombu gətirdim, yerləşdirdim bura. Kənarda 2 dənə 3 bucaq qaldı. Bir nömrəli 3 bucaq dediyimi gətirib bura qeyd eləyəcəm. Bir nömrə deməyim, zaten bir nömrəlini demişik. Deməli, 2 nömrəli 3 bucağı gətirib bax bu hissəyə yerləşdirərəm. Gördüyünüz kimi məncə bunu artıq bu formada da çəksək daha maraqlı olar. 2-ni bura yerləşdirərəm. Burada qeyd eləyim 2 bu oldu və 3 nömrəlində məncə artıq siz də bildiniz. Gətirib bu hissəyə yerləşdirsək bizim bir problemimiz qalmaz. Bax belə. D variantı üzərində yığmış olduq. Gəldik 48-ci sualımıza. Maraqlı belə bir şərt verib, amma gəlin biz bu şərti yəni nəzərə alaq. Yenə də onsuz da nəzərə alsaq da sözün açığı burada bu dairənin əvəzinə məncə 0 olmalıdır. Hər halda onu nəsə qarışdırıb. Eyb yox, bizə maraqlı deyil. Zaten bax 48-dən nəyin kvadratını çıxanda 39 verir? 48-dən əlbəttə ki 11 çıxanda, daha doğrusu 9 çıxanda 39 alarıq. Yəni bu onda 3-dür də, 3-ün kvadratıdır, düzdürmü? Bu əslində 0-dır. Bu 0-dan böyük smalik olmalıdır. Belə işarələnməlidir. Bəli. 48-dən 3-ün kvadratını çıxanda 39 qaldı. İndi mən smalik 3 tapdım, gətirib yerinə qoyuram. 11-dən 3 çıxıram 8 eləyir. Onda bu 2-dir bizdə. 2-nin kubunun üzərinə 3 gələndə 11 eləyər. Və indi gətirirəm yerinə qoyuram. Bunun qiyməti 2 oldu da sonuncu aldığımız simvolun. Buraya 2 yazdım. İndi 9-u 2-yə vursam bu ifadənin də qiymətini 10-18 almış olaram. Həqiqətən də hər şey qaydasında oldu. Mənə deyir indi bax buradakı işarənin qiyməti 2 oldu. 2-nin kvadratı vur. Smalik 3 oldu. 2-nin kvadratını, yəni 4-ü vuracam 3-ün kubu olan 27-yə və çıxacam 18-i. Burada yazdım 18, çıx 18. 4-ü 27-yə vuranda bu 108 eləyəcək. 18 də çıxanda 90 eləyəcək. Deməli düzgün cavabımız olacaq 90. Bəli, 108 çıxaq 18 C variantı 90 eləmiş oldu. Gəldik növbəti sualımıza. Maraqlı sualdır 49-da. Yenə bir şəkil ardıcıllığı verilib. Birinci şəkildən ikinci, ikincidən üçüncü, üçüncüdən dördüncü. Biz də sual işarəsini almalıyıq. Diqqətlə baxın. Bax, yuxarı hissə əvvəlcə K hərfi olub. 5 dənə hərf var ümumilikdə bir şəkildə. Sonra yuxarı O hərfi olub. Sonra L hərfi olub. Sonra M hərfi olub. İndi yuxarıda hansı hərf olmayıb? Müəllim, N hərfi olmayıb. Yuxarı onda N hərfi olmalıdır. O zaman C, B, Y variantları yuxarısında heç birinin N yoxdur. Ona görə bunları atdıq getdi. İndi gəlin sol tərəfə baxaq. Baxın, sol tərəfdə L var, sol tərəfdə M var, N də var, K da var. Sol tərəfdə, sol pəncərədə yuxarıda nə yoxdur? O hərfi yoxdur. Deməli, o zaman burada O hərfi olmalıdır. Və biz baxsaq sağ pəncərəyə, ikisində də O'dur bu hissədə. Sağ tərəfə baxsaq, burada M hərfi var, burada N hərfi var, burada K hərfi var, burada O hərfi var. Nə yoxdur burada? Deməli, M, N, K, O, L yoxdur. Deməli, burada L düşməlidir. N, O, L. Bu ardıcıllıq hardadır? D variantında olmuş olacaq. Bax, bu qaydada tapa bilərik. Bəzən tələbələrimiz deyir, müəllim, mən bunu belə yazmadım, bir başqa cür yazdım. Deyirəm, necə? Deyir, müəllim, hərfə baxın M hərfinə. M hərfi saat əqrəbinin əks istiqamətində sanki hərəkət eləyirmi? Bir dənə baxım. M buradadır, yox, heç o formada da düzgün alınmayacaq. M buradadır, sonra sol tərəfə keçib, sonra bu tərəfə gəlib, sonra yuxarı çıxıb. Yox, bu qaydada heç alınmaz. Ona görə heç buna cəhd eləməyin. Bəli, mən dediyim kimi
ardıcıllıq kimi baxsanız olardı. Baxın, bu hissə bizdə deməli O hərfidir. Bu hissə L hərfidir. Bu hissə M hərfidir. Bu hissə N hərfidir. Hansı hərf olmayıb sağ aşağıda? K hərfi olmayıb. Müəllim, onda sağ aşağıda K-nı axtarıcısı ilə birbaşa D variantını çıxacaqdı. Görürsünüz, bu da bunun qısa yolu. Sadəcə elə yerdə gizlədiblər ki, birbaşa onu görmək olmur. Gəldi bir növbəti sualımıza. Tələbə Gənclər Təşkilatının 5 üzvü, bu üzvlər keçiriləcək tədbirə hazırlıqla əlaqədar bir iş həftəsi, bazar ertəsi cümə günləri arası ərzində hər gün 2 nəfər olmaqla cəlb olunurlar işə. Təşkilatın sədri onların iş qrafikini müəyyənləşdirərkən aşağıdakıları nəzərə alınmalıdır. O zaman mənə biraz boş yer lazımdır. Bir dənə buradan qeyd yaradacağım. Gətirəcəm bunu, tutub da artıq bu hissəyə. Bunu da aradan götürək. Bunu da biraz böyüdək. Mükəmməl. Bu qədər kifayət eləmiş olar deyə düşünürəm. İmkanımız var, biraz da artıraq. İndi mənə nə deyir bu? Deyir həftənin 5 gün iş görəcəklər də. Düzdürmü bunlar? O zaman mən həftənin 5 gün qeyd eləyirəm buradan. Bura yazıram bazar ertəsi. Bura qeyd eləyirəm çərşənbə axşamı. Bura qeyd eləyirəm çərşənbə. Bu hissəyə cümə axşamı və bu hissəyə də cümə günü. Və mən bunu nöqtələyirəm. Çünki bu sualda deyir ki, hər gün 2 nəfər işləməlidir. Yəqin ki, bu metodu bilirsiniz, məşhur metoddur, nöqtələn metodu. Hər gün 2 nəfər işləməlidir, hər günə 2 dənə nöqtə qoydum. Bunu da bildik. Əla. İndi gəldik məsələn əsas nəzərə alınmalı olan hissələrinə. Tələbələrin hər biri heç olmasa bir gün işləməlidir. Tələbələrin heç biri 3 ardıcıl gün işləməməlidir. Burası bizim üçün önəmlidir. Burasını qeyd eləyək. K bazar ertəsi işləməlidir. O zaman bazar ertəsi gününə bir dənə yazıram bu hissədən K hərfi. Sonra deyir ki, M cümə axşamı və cümə günləri işləməlidir. Baxın, M-i yazıram bura, cümə axşamı günü işləsin və bir də M cümə günü işləmiş olsun. Sonra deyir ki, bunları nəzərə alaraq tərtib olunmuş iş qrafikinə görə K həftədə yalnız bir gün işləyərsə, L isə 4 gün işləyəcəksə, çərşənbə günü kimlər işləməlidir qrafik əsasən? İndi burada bir məsələ var da. Deyir K bir gün işləməlidir. Zaten K-nı mən burada görürsünüz də bir gün bazar ertəsinə yazmışam. Bunu şərtdə deyirdi. L 4 gün işləyəcək. L-in 4 gün işləməsi üçün çərşənbə axşamı boş qalmalıdır. Niyə ay müəllim? Bax, L 4 gün işləyəcəksə, burada nə şərtimiz var? Tələbələrin heç biri 3 ardıcıl gün işləməməlidir. Yəni siz tutaq ki, bazar ertəsinə L yazdınız, düzdürmü? 3 dənə hələ L-imiz qalıb da, yəni yazası 4 gün işləməlidir. Sən əgər götürüb çərşənbə axşamı çərşənbəyə yazsan 3 ardıcıl gün olur. O zaman biz belə eləməliyik. Biz bu hissədə qeyd eləyəcəyik əvvəlcə L-i bazar ertəsi və çərşənbə axşamı gündən növbəti 2 gün də işləməlidir. Onda çərşənbə günü istirahət eləyir. Cümə axşamı və cümə günləri işləyəcək. 4 gün işlədi, ardıcıl 3 gün amma işləməməlidir. Bəli, tamamilə düzgündür. Və bu qədər. Sualımız bu hissədə bitmiş oldu. Və burada bir dənə də məsələ var ki, çərşənbə axşamı günü kimlər deyir ki, işləməlidir? L dəqiq işləyə bilməyəcək. Bu hissədə L çünki 4 gün işləyib artıq. K bir gün işləməlidir, işləyə bilməyəcək. L olmadı, deməli K olmadı. Bir də M işləyə bilməz. Niyə? Çünki M cümə axşamı, cümə günləri işləyib. Çərşənbə işləsə artıq burada 3 gün dalbadal işləmiş olacaq. Ona görə M də işləyə bilməz. İşləyə bilər burada ya J ya da N. Bu ikisindən biri işləyə bilər və dəqiq bu ikisi işləməlidir daha doğrusu. 2 gün, bir gündə 2 nəfər işləməlidirsə J-indir. J-in darda var, C variantında var. Oldu mu? Bax, L-lər 4 gün işləyir deyə biz 3-cü günə yazsaq mümkün olmayacaq. Ardıcıl hansısa 3 gün işləyəcək. M 2 dəfə yazılıb deyə bu hissədə M-i də yaza bilmirik. K da bir dəfə işləməli idi, o da bazar ertəsidir. Digər hərflər də zaten bunlardır. Bunu aradan götürək. Gərək 51-ə. Uyğunluğu müəyyən etmək lazımdır. Sual əvəzinə uyğun olan variantı seçin. Baxın, bu məşhur sualdır. Qəbul imtahana da düşüb. Deməli, daha sonra dimin sınaqlarına da düşüb və fərqli formalarda çox da düşmür. Deməli, 51-ci sualda söhbət nədən gedir? Bir dəfə toplayıb, bir dəfə çıxırıq. Əvvəlcə biz 2 ilə 13-ü toplayırıq. Yəni, sağa doğru gələndə çıxırıq. Daha doğrusu toplayırıq 2 ilə 13-ü. Sola doğru gələndə çıxırıq. 2 üstə gəl 13, çıx 9. Üstə gəl 1 yenidən. Üstə gəl 1, çıx, deməli, burada 4. Və indi baxın, 15-dən 9 çıxdıq. Elədi 5, üstünə 1 gəldik. Daha doğrusu 6, üstünə 1 gəldik. 7, 4 çıxdıq, 3. Deməli, 3 bu hissədə alınmış oldu. İkincini də yoxlayaq. 18-in üzərinə 1 gəlirik. Nöqtə virgül qoyun, burada yoxlayaq. 18-in üzərinə 1 gəlirik. Çıxırıq 8-i. Üstə gəl 1, çıx 8. Üstə gəl yenidən 16 və çıx 9. Yoxlayaq. 19-dan 8 çıxaq 11, üzərinə 16, 27, 9-da çıxanda 18, düppədüz. O zaman gəlin hesablayaq.
Əvvəlcə 4 ilə 7-ni toplayacağam. Buradan qeyd edeyim. 4 üstəgəl 7 11. 11-dən çıxıram 5-i, alınır 6. Üzərinə gəlirəm 10-u, eləyir 16 və çıxıram 9-u, bu da eləyir 7. Bir dəfə də yoxlayaq, səhv almayaq. 4 üstəgəl 7 11, çıx 5 6, üzərinə 10 16, 9 çıxırıq 7 alınır. Düppədüz C variantı cavabımızdır. 52-ci sual, hər bir hərf müəyyən bir rəqəmə uyğundur verilmiş sözlərdə. Cavab variantlarından hər biri bu 5 sözdən birinə müvafiqdir. Tapın görək, mak sözünün şifrəsi nədir? Deməli, burada belə bir məsələ var da. Biz bunu alt-alta da yazıb eləyə bilərik, etməyə də bilərik. Birinci hərflərə baxsaq, M hərfi, T hərfi, A hərfi, Ş, Q hərfi. Hər biri bir dəfə istifadə olunub. Yəni, fərqlidir hamısı bir-birindən. Ona görə birincilərə boş verib, ikinci hərflərə baxırıq. İkinci hərflərdə A hərfi burada var. İkinci hərf A hərfidir. İkinci hərf A hərfidir və A hərfidir. Bir dənə də U hərfi var. Rəqəmlərə baxın ikincilərdən. 5, 5, 5, 5, 1. O zaman belədir də. Bu 4 dəfə istifadə olunan ortada A, 4 dəfə istifadə olunan 5-i bildirir. O zaman mən hər tərəfdə yaza bilərəm 5-lərin altına A-ları və fərqi yoxdur, yuxarıda rəqəmləri yazsaq da məncə rahat olar bizə. Hər tərəfdə A-ların yerinə 5 yazaq. Burada 5, burada 5, bu da 5, buradakı da 5, buradakı da 5. Bir də belə bir şey var da, biz dedik axı, burada ikinci olan U hərfi bir dəfə istifadə olunmuşdu. Orta rəqəmlərdən bu bir rəqəmidir. Görürsünüz də, bir rəqəmi bir dəfə istifadə olunub və U hərfini bildirir. Burada qeyd elədiyi U-nu bu A sözünün şifrəsidir. Yəni, bunu bu formada tapa bilərik. Əgər T-ni 4 tapdıqsa, bura yerinə qoysaq, 4, 4, 5, 50. 456 da oldu tarın şifrəsi. O zaman burada qeyd eləyirəm, tar. Daha sonra bizdə istifadə olunanlara baxsaq, nə qaldı istifadə olunan? T-ni tapdıq, bunu tapdıq. R hərfi burada da istifadə olunur, bax, şarda. R-nın şifrəsi 6 olduğu üçün sonu 56 ilə bitən D variantıdır, başqa 256. Bu da oldu şar sözünün şifrəsi. Qaldı bizdə, bunları silək dərhal, qaldı bizdə 2 variant. Deməli, 958 və 359 və bunu necə yaza bilərik rahatlıqla? Belə bir şey deyim. Baxın, bu Q hərfi mak sözünün sonuncu hərfidir. Sonuncu hərfi. Qalan qaz sözünün də birinci hərfidir. O zaman belə deyək də, variantlara baxırıq ki, bu 9 rəqəmidir. Bir dəfə birinin əvvəli olub, bir dəfə birinin axırı olub. İndi bizə axırı olan lazımdır da, düzdürmü? Q hərfi burada axırda olub. Bu 9 rəqəmidirsə, onda 359 olacaq mak, yəni 9 olsun Q və qaz sözü də olacaq Q ilə başladığı üçün 9 ilə başlayır. Qaz da olacaq bax bu formada. Düzgün cavabımız oldu A variantı. Bütün hamısını biz tapmış olduq. Bax belə. Maraqlı sual idi. Gəldik ovçu məsələsinə. Məşhur ovçu məsələsi. Müəllim, bu sualı biz necə həll eləyək? Normal imtahana düşdüsə, məntiqli formada, yəni normal yazırsınız, həll eləyirsiniz. Müəllim, variantla işləyim, nə bilim, 2000 neçənci ilin qəbulunda belə düşüb, əzbər yadda saxlamışam. Yəni, qaydasını biləndən sonra bu suala maksimum sərf eləyəcəyiniz vaxt 3 dəqiqədir. Mən təbii ki, izah eləyirəm deyə danışa-danışa, bəlkə də 5 dəqiqə olacaq. Deyirlər, müəllim, siz 5 dəqiqə əldə elədiniz. Yəni, 5 dəqiqəyə mən sizlərə bunu izah eləyirəm. Bunu nəzərdə saxlayın. Yəni, siz imtahanda bunu 3 dəqiqəyə yaza bilərsiniz. Deməli belə, heyvan, zaten belə deyim, bu sual əvvəlcədən görən tələbəyə aiddir mənim o dediyim 3 dəqiqə. Sualın özü o qədər də asan sual deyil. Heyvanlar L, M, K, N və G hərfləri ilə işarələnmiş olub. Ovçunu görən heyvanlardan L şamın, G fıstığın, M palıdın, M küknarın, K şabalığın yanında gizlənib. Gizlənmək üçün daha 2 yer var, çinar və cökə. Başa düşürük ki, burada 7 ağac var və 5 heyvan var. Hər bir heyvan yalnız ovçu onun gizləndiyi yer istiqamətlənəndə dəyişir. Heyvan digər heyvanlardan gizləndiyi yerə keçə, özlərinin axırıncı tərk etdiyi yerə qayıda və ovçu ilə yerin dəyişə bilməz. Gizlənmək imkanı olmayan heyvan ovçunun şikarına çevrilir. İndi mən gəlin bu hissədən ağacların adlarını yazım. Ağaclardan deməli var buradan şam ağacı. Biraz mən nömrələyəcəm deyə bu tərəfdən yazsam daha yaxşı olar. Ağaclardan var ardıcıllıqla şam. Daha sonra var burada şam, daha sonra ağaclardan var fıstıq, sırayla palıd, küknar, yerimiz çatmayacaq, belə yazım küknar, sonra var şabalıd, bunu qısa ş yazım və əlavə olaraq çinar ağacı var, bir də cökə ağacı var. Mən bunu silib təzədən yazacağım, çünki belə bəziləri çox, bəziləri az düşdü. Belə eləyim. Deməli, qısa yazacağım. Şam, sonra fıstıq, daha sonra palıd, ondan sonra küknar, ondan sonra şabalıd, ondan sonra çinar və bir də bu şamı eləyə gəlin, belə yazaq. Bu şabalıddır. Şamı elə şam yazım, şabalıq şır qalsın. Çinar, çinardan da sonra bir dənə cökə var.
Mən bunu belə bölüm, çünki bir neçə mərhələ yazacağam. Diqqətlə qulaq asın, bu təzədən qəbula düşə bilər. Belə bölüm, çünki 9 dənə biz mərhələ yazacağıq və birinci mərhələ. Birinci mərhələdə baxın görün nə deyir. Birincidə deyir ki, ovçu birinci gedişdə cökənin. Fikir versiniz, yuxarıda deyir ki, gizlənmək üçün daha 2 yer var, çınar və cökə. Yəni cökə ağacının arxası zaten boş idi. Birinci deməli, hücum cökənin arxasında olduğu üçün ovçu gəlir bu hissəyə. Heyvanlar da öz yerini tərk eləmir. Heyvanlar hardaydı? Şamda el idi. Deməli, fıstıqda C idi. Palıtda N idi. N heyvanı. Küknarda M idi. Daha sonra şabalıtda K idi. Çinarla da cökənin arxası boş idi. Ovçu da cökəyə hücum eləmişdi. Yəni ovçu cökənin arxasını yoxlayır. O zaman bunu bildik. Və birinci turdan heç nə çıxmır. İndi mən tur deyirəm. Birinci cəhddən heç nə çıxmır. Çünki cökənin arxası boş idi. Heyvanlar öz yerində qaldı. Ovçu bura getdi. Gəldi indi biz ikinci mərhələyə. Buradan bir dənə xətt. İndi biz ikinci mərhələni qeyd edək. Buradan da bunun rəngini dəyişim. Qarışdırmayasınız. Aha. İkinci. Ovçu hara hücum edir? Şamın arxasına. Diqqətlə baxın. Ovçu əgər şamın arxasına gəlirsə, birinci növbədə bu şamın arxasındakı L qaçmalıdır. Hara qaçacaq? Boş yer çinarın arxasıdır. L qaçdı bax bu hissəyə. Ovçu öz yerini tərk etdi. Cökənin arxası boşaldı. Ovçu gəldi şamın arxasına. Burada belə deyir, düzdürmü? İkinci gedişdə şamın arxasına. Ovçunu da bu hissəyə qeyd etmiş olduq. Digərləri olduğu kimi qalır. Digərlərinin işim yoxdur. Yazırıq bu hissədə deməli. Əvvəlcə C-ni, N-i, M-i, K-nı, el də burada ikinci mərhələdə bitdi. Bura bir xətt qoyuram. Əla. Keçdik üçüncü mərhələyə. Üçüncü mərhələdə nə baş verəcək? Ovçu şabalığın arxasını yoxlayır. Baxın, şabalığın arxasında olan K hərfidir, düzdürmü? Getməyə yeri bunun haradır? Ancaq boş yer cökənin arxası idi da əvvəlki turda. Gedəcək deməli şabalığın arxasındakı K cökənin arxasına. Avtomatik bura boşalacaq K-nın yeri. Ovçu da nəyə hücum eləmişdi? Ovçu da şabalda hücum eləmişdi. Daha doğrusu bircə saniyə. Ovçu hücum eləyir, deməli şabaldın arxasına. Ovçu gəldi bu hissəyə. Bax, bura gəldi. Şabaldın arxasındakı K hərfi getdi cökənin arxasına bura və ovçu da öz yerini tərk etdiyi üçün şamın arxası boşaldı. Bura yazıram C-ni, bura yazıram N-i, bura yazıram M-i, burada E-li. Bu qədər. Üçüncü turda bitmiş oldu. Gəldi indi növbəti hissəyə, dördüncü hissəyə. Yavaş-yavaş deyirəm ki, hər şey aydın olsun sizə. Dördüncü hissədə küknarın arxasına ovçu hücum edir. Baxın, küknarın arxasına ovçu gəlirsə, ovçu bu hissəyə gəlirsə, küknarın arxasında olan M hərfi boş olan yerə şamın arxasına keçəcək. M gəldi, bax bu hissəyə. Ovçu əvvəlki yeri buraydı, axı şabaldın arxası idi. Həmin o şabaldın arxası boşalır. Digər hərflər öz yerində qalır. C, N, L, K. Bitdi. Keçirik 5-ci mərhələmizə. Bu belə davam edir. 5-ci mərhələmizdə nə baş verir? Fıstığın arxasına keçir. Əgər ovçu fıstığın arxasına gedirsə, fıstığın arxasında olan C hərfidir. Bu özünə yer axtarır, ancaq yer şabaldın arxasıdır. C hərfi gəldi, düşdü bu hissəyə. Ovçunun əvvəlki yeri, yəni küknarın arxasını yoxlamışdı da əvvəl. Həmin hissədə boşalmış olur. Burada boşaldı. Digər hərflərdə qalır L, K, bura N yazırsınız, burada M yazırsınız. Keçid alırıq 6-cı mərhələyə. 6-cı mərhələdə palıdın arxasına gedir. Ovçu əgər öz yerini tərk edirsə, fıstığın arxası boşaldı. Palıdın yerinə gəlirsə, onda ovçunu bu hissəyə qeyd edirəm və bir də N hərfi idi axı palıdın arxasında. Bu da özünə boş yer tapıb, küknarın arxası boş idi. N də gələcək bax bu hissəyə. O zaman C-ni bura yazıram, L-i bura, K-nı bura və M-i bu hissəyə. 7-ci gedişi yazırıq, 2 gedişimiz qalıb. 7-ci gedişdə yenidən şabaldın arxasını yoxlayır. Ovçu öz yerini tərk etdi, getdi şabaldın arxasına, yəni bu hissəyə gəldi. Və şabaltın arxasında olan C-də gəlib düşəcək fıstığa. Çünki sonuncu boş yerimiz bu hissə idi bizdə. Digər hərflər də öz yerində qalır. M, N, L, K və sonuncu axırki 8-ci mərhələndə yazıb bitirirəm. 8-cidə nə baş verəcək? Yenidən şamın ətrafını yoxlayır. Ovçu öz yerini tərk etdi, şabaldın arxası boşaldı. Şamın arxasına gəlirsə, ovçu gəldi bu hissəyə, ovçu M özünə yer axtarmalıdır. Haradır yer? Palıdın arxasıdır boş olan. M gəlir bu hissəyə, C düşür bu hissəyə, N bura, L bura, K da bura. İndi məsələ nədir? Deyir bu ovçu 9-cu gedişdə hansı ağacın ətrafını yoxlasa, artıq şikar sahibinə, yəni ovlamış olacaq hansısa bir heyvanı. Məsələn, birincidə yazıb cökə. İndi əgər ümumiyyətlə 9-cu gedişdə heyvan hara qaçmalıdır? Heyvan qaçmalıdır şabaldın arxasına. Çünki boş olan yer buradır. Gəlin görək şabaldın arxasına kimlər qaça bilməyəcək. Yəni kimlər buraya qaçmağa cəhd eləsə ova çevriləcək. Və şərt də belə idi də.
Heyvan ovçu ilə yerini dəyişə bilməz. Yəni bu hissəyə ovçu ilə yerini dəyişə bilməz. Bir də heyvan axırıncı tərk etdiyi şabalıtdırsa, şabalığın arxasına daha gələ bilməz. Yəni belə idi də şərt. Tərk etdiyi ağaca təzədən gedə bilməz. Yəni şabalıq kökünə, şabalıq bu formada olmaz. İndi deyir ki, cökənin arxası birinci bu hissədə qeyd olunub. Cökənin arxasına əgər hücum eləsə ovçu, cökənin arxasında kim var? Müəllim K hərfi var, düzdürmü? K neçə gedişli görürsüz, ancaq dayanıb cökənin arxasında. Bunu tərk eləməyib. Bəs cökədən əvvəl nəyin arxasında olub? Şabaldın arxasında. O zaman deyirsiniz müəllim, ovçu K-ya, yəni cökəyə hücum eləsə, cökənin arxasındakı K şabalda qayıda bilməyəcək. Çünki zaten cökədən əvvəl şabald ağacının arxasında olub. Görürsüz K hərfi. Ona görə birinci növbədə elə şikarımız olacaq K hərfi. Yəni cökə ağacının arxasına hücum eləsə, o zaman K-nın qaçacağı yer olmayacaq. Şabaldda çünki yenə deyirəm, bu hissəyə gəlməlidir şikar, qaçacaq şikar. Və orada da elə K əvvəlki versiyası odur. Yəni şabalıqdan cökəyə gəlib, təzədən cökədən şabalda qayıda bilməz. Bəs Çinar necə müəllim? Baxın, Çinarın arxasında hazırda el hərfi dayanıb, düzdür? El neçə gedişli Çinardadır? Bir dəfə də Şamda olub. Deməli, el hərfi, el heyvanı qaça bilər şabaldın arxasına. Bu bir problem deyil. Ona görə 2-ni götürməyəcəyik. 3 palıd. Palıdın arxasına hücum eləsə M hərfidir. M baxın, palıdın arxasındadır. Bundan əvvəl Şamın arxasında olub. Deməli, onda şabalda qaça bilər də, rahatlıqla bura qaça bilir. Fıstıq 4 yazılıb burada. Əgər fıstığa hücum eləsə, fıstıqda C'dir, düzdürmü? Görək C şabalda qaça bilərmi? 8-ci, 7-ci gedişdə C olub fıstıqda. Bundan əvvəli isə C hərfi olub şabaldın arxasında. O zaman deyirsiniz ki, müəllim, şabaldın arxasına yenidən qaça bilməz. Çünki onsuz da fıstıqdan əvvəl şabalıqda olmuşdu. O zaman sualın düzgün cavabı nə olacaq? Fıstığın arxasına geçsə C şikara çevrilir. Cökənin arxasına geçsə K şikara çevrilir. Fıstıq və deməli cökə sualın düzgün cavabıdır. 1 ilə 4. Digərlərini daha yoxlamıram. Onsuz da digərlərinə hücum eləsə, onlar şabaldın arxasına gələ biləcək. Bax belə. Ümid eləyirəm ki, aydın oldu. Bunu bir qəşəng skrin alın. Mən bunu izah elədim. Siz bundan sonra isə artıq özünüz bir analiz eləyərsiniz. Öyrənərsiniz. Sualı ətraflı öyrənin. Sualı belə əzbərləyim, gedim yazdım, nə bilim, asan qaydasını deyirlər bəzi müəllimlərimiz falan. Düzdür, onlar da sizə kömək olmaq istəyir, amma asan qaydası inanın ki, ən yaxşı qaydası yazıb tapmaqdır ki, sizlər hər biriniz daha belə deyək, məntiqi təfəkkürünüzü artırasınız. Bəlkə orada heyvanları dəyişdirdilər, şikarları, yəni ağacların adlarını dəyişdirdilər, onda nə edəcəksiniz? Ona görə sualı öyrənək. 54. Qanuna uyğunluğu müəyyən etmək lazımdır. Nə edirik bu hissədə? Baxın, mən 9 vuraq 6-nı 67-dən çıxacam. 67 çıxaq 9 vuraq 6. Yəni 54 çıxıram. Nə qalır? Yuxarıdakı 13 qalır müəllim. 33-dən çıxıram, aşağıdakı 2 vur 7-ni, yəni 14 çıxıram. Qalır nə? Yuxarıdakı 19. 60-dan çıxıram 7 vuraq 8-i, yəni 56-nı. O 4 qalır. Və mən nəhayət indi bu hissədə nə edə bilərəm? Tərs də eləyə bilərdik. Əslində biz bu 7 ilə 8-i vurub bir-birinə yuxarıdakı 4-ü gələrdim və ya 2 ilə 7-ni bir-birinə vurub yuxarıdakı 19-u gələrdim. İndi eyni şey eləyəcəm. 4-ü 7-yə vururam 28, üstünə gəlirəm 19-u. Bu da bizə verir 47-ni. Bu qədər sual bitdi. Bayaqçı kimi də elə bir 47-dən 4 vur 7-ni çıxıb 19 almışıq və ya aşağıdakıları bir-birinə vurmuşuq. Üzərinə yuxarıdakını gəlib üçbucağın içərisindəkini almışıq. Belə. Gəldik çox maraqlı suallardan birinə. 55-ci sual. 2 dost oynayır. Birinci oyunçu 1, 2, 3 və ya 4 ədədlərindən birini seçir və ikinciyə deyir. İkinci oyunçu yenə 1, 2, 3, 4 ədədlərindən birini deyilmiş. Ədəd əlavə edərək cəmi birinciyə deyir. Sonra birinci oyunçu eşitdiyi ədədin üzərinə 1, 2, 3, 4 ədədlərdən birini əlavə edərək cəmi ikinciyə çevrilir. Və bu proses davam edir. İlk olaraq 40 ədədini deyən oyunçu qalib sayılır. Baxın, bu izahı ilk dəfə mən, bu sualı ümumiyyətlə ilk dəfə mən demişdim. Bundan sonra artıq dimin sınaqlarına da salındı. Yəni 2024-ün əvvəlində sentyabrında demişdim və gəldi, daha doğrusu 2023-ün sentyabrında demişdim, gəldilər, dimin sınağına da saldılar bu sualı. Çox maraqlı sualı və bir neçə növləri var bunun. İndi mən sizlərə bunun tam həllini deyəcəm ki, siz bunu ətraflı şəkildə öyrənəsiniz. Yenə deyirəm, məqsədimiz burada sualın cavabını tapmaqdan əlavə nə isə öyrətməkdir. Yəni qaydanı öyrənin. Mən sizə balıq yox, balığı tutmaq üçün yol öyrədirəm. Deməli, məsələ nədir? 2 oyunçu var. Bu 2 oyuncudan biri tutaq ki, 1, 2, 3, 4 deyərək başlayacaq. Məsələn, birinci oyuncu dedi 1. İkinci oyuncu bunun üzərinə 1, 2, 3, 4-dən birini gəlib davam eləməlidir. Məsələn, üzərinə 3 gələcək. Bu deyəcək, tutaq ki, belə yazım da, ikinci oyuncu, bir də birinci oyuncu. Bu 1 dedi, bu da üstünə 3 gəldi, 4 dedi. Birinci oyuncu təzədən 4 gəldi, dedi 8. Ancaq 1, 2, 3, 4 deyə bilər. Və oyunun axırında ilk olaraq 40 ədədini deyən udur. Gəlin biz onu da belə eləyək.
Sondan başlayaq. Baxın, bu hissədə oyunu 40 ədədini deyən insan udursa, 40 deyən ədədi udursa, mən sizə sual verirəm. 39 ədədini deyən uduzur. Biraz düşünün. 40 deyən udursa, 39-u deyən uduzur müəllim. Çünki sən 39-u desən, mən 40-ı deyib üstünə bir gəlib oyunu udacam. 39-u deyən adam uduzur. 38 deyən adam uduzur. Çünki sən 38 desən, mən üzərinə 2 gəlib 40 deyəcəm, oyunu udacam. 37-ni deyən uduzur. Çünki üzərinə 3 gəlmək haqqım var və həmçinin deyə bilərsiniz ki, müəllim, bu hissədə 36-nı deyən uduzur. Çünki sən 36 desən, mən qayıdıb deyəcəm ki, üzərinə 4 gələcəm. 4-ə qədər imkanımız var da bizim. 4 gələcəm, deyəcəm 40, oyunu uddum. O zaman 39, 38, 37, 36 bu ədədlər deyənlər uduzur. Bəs müəllim 35 deyən o zaman udur? Bəli, 35 deyən udur. Səbəb? Çünki mən 35 desəm, sən ya 36 deyəsən, üstünə 1 gəlib, ya 37 deyəsən, ya 38 deyəsən, ya 39 deyəsən. Bu dördündən birini deyəcəksən. O zaman mən də təzədən 40 deyib oyunu udmuş sayılacam. O zaman belə deyirik də, müəllim, bunlar 5-5 azalır. 40 deyən udursa, 40-dan əvvəlki ədədimiz 35-dir. 35-i deyən udur o zaman. 35-dən əvvəlki ədədimiz 30-dur. Yəni 5-5 azaldırsınız. 30, ondan sonra 25, 20. Bunlar oyunudan ədədlərdir. 15, 10, ondan sonra 5. İndi ilk 5 rəqəmi kim desə, o oyunu udmuş sayılır. Oyuna kim başlayır? Birinci oyunçu başlayır. Birinci oyunçu 1, 2, 3, 4 deyir də. Deməli, əgər birinci oyunçu 1, 2, 3, 4 deyirsə, artıq ikinci oyunçu qalib sayılır bizdə. Çünki ilk 5 rəqəmin ikinci oyunçu deyə bilir axı. İkinci oyunçu, bu onsuz da birinci fərqi yoxdur. Nə 1 desə də, 2 desə də, 3 desə də, 4 desə də, ikinci oyunçu avtomatik 5 deyəcək. Bundan sonra birinci oyunçunun nə deməyinin heç bir önəmi yoxdur. Çünki ikinci oyunçu müvafiq olaraq 10 deyəcək, 15 deyəcək, 20 deyəcək, 25 deyəcək, 30 deyəcək, 45 deyəcək, axırda da 40-ı deyəcək və bununla da oyunu udmuş olacaq. İndi burada məsələ nədir? Deyir ki, bunlardan hansı mütləq doğrudur? Elə bir strategiya var ki, ikinci oyunçunun oyundan asılı olmayaraq birinci hər zaman qalib olur. Xeyr, bizdə ilk 5 rəqəmin deyən oyunçu ikinci oyunçu olacaq. Ona görə bu səhvdir. Elə bir strategiya varsa, birinci oyunçunun oyunundan asılı olmayaraq ikinci hər zaman qalib olur. Bəli, tamamilə düzdür. Çünki birinci oyunçu oyuna başlayacaqsa, çünki deyir axı birinci oyunçu əvvəlcə 1, 2, 3, 4 deyir. O zaman ikinci oyunçu avtomatik olaraq həmişə qalib olur. Deməli, elə bir strategiya var ki, birinci oyunçunun oyundan asılı olmayaraq həmişə ikinci oyunçu qalib olur. Çünki ilk 5 rəqəmi demək ikincinin haqqıdır. Və o birisilərdə deyir, oyuna başlayan həmişə qalib olur. Xeyr, oyuna başlayan həmişə qalib olmur. Oyuna başlayan həmişə məğlub olur. Oyuna başlayan həmişə məğlub olur da demək düzgün deyil. Çünki oyuna başlayan bəlkə strategiyanı bilmir. Yəni oyuna başlayan strategiyanı bilməyə də bilər və yaxud da bilsə də zaten bir kömək olmayacaq. Yəni bu da mütləq doğru deyil. Bu oyunda qalib gəlmək üçün heç bir strategiya yoxdur, var. Bu oyunda strategiya var. Elə bir strategiya ki, ikinci oyunçu həmişə qalib olur. Demək düzgün cavab burada hansı mütləq doğrudur? 2. Fikir olaraq ikinci fikir doğrudur. O da D variantı olmuş olacaq. Belə, gəldik 55-ci sualımıza. Görək burada nə deyir? Burada da fəza fiqurlarına aid bir sual deyir. Görək biz bunu necə həll edə bilərik. Verilmiş açılışlardan 4-ü eyni kuba aiddir. Hansı variant bu kubun açılışı deyir? Belə suallarda adətən rəqəmlərin bir-birinə olan münasibətinə baxın. Məsələn, mən burada 1 ilə 0 gözüm o dəqiqə dəyir. Fikir verirsinizsə, bax, D variantında 0-ın normal vəziyyətində altında 1 dayanıb. Burada da 0-ın normal vəziyyətində altında 1 dayanıb. Burada da 0-ın normal vəziyyətində altında normal 1 dayanıb. Bu 3 dənə variantı görürük. Həmçinin də Y variantında mən bu 1-i 90 dərəcə fırlatsam, saat əqrəb istiqamətin əksində 90 dərəcə fırlatsam, gəlib dayanacaq 0-ın altında bax belə. Doğrudan da 0-ın altında 1 yuxarıdakılar kimi dayandı. Sadəcə istiqamətimiz fərqlidir də, baxış istiqamətimiz fərqlidir. Bir bu formada dayansa, həqiqətən də elə yuxarıdakılar kimidir. Amma bir dəqiqə, burada B variantında başqa məsələ var. Fikir versizsə, mən bu 1-i 90 dərəcə bu istiqamətdə fırlatsam, 1-in istiqaməti baxın, dəyişib olacaq bu qaydada. Artıq 0-la 1-in bir-birinə münasibəti digər variantlarda olduğu kimi olmadı. O zaman deyirsiniz ki, müəllim, bu sualın düzgün cavabı, yəni açılışı deyil. Digərləri 4-ü eyni kubun açılışıdır. B variantında deyil. Ən azından nəyə görə? 0-la 1-i gördük ki, bunlar bir-birinə digər variantlarda eyni alt-üst yerləşirlər, ikisinin də normal vəziyyəti. Amma B variantında 1 0-a çəpəki baxır, yəni yanındadır. O zaman B variantı düzgün deyil. Gəldik 57-ci suala. Fərqli variantı seçin. Üçbucaq tən bölən, çevrə, diametr,
kvadrat qövs və romb tərəf. Təbii ki, burada kvadrat qövsdür, kvadratın qövsü olmur. Üçbucağın tən böləni olur, çevrənin diametri olur, kubun tilləri olur, rombun da tərəfləri olur. Amma kvadratın qövsü olmur, kvadratın tərəfi yazsaydı daha düzgün olmuş olardı. Qanuna uyğunluğu müəyyən etmək lazımdır 58-ci sualda. Gəlin görək bu sualda nə baş verir? Bu sualda belə bir şey baş verir. Baxın, buradakı üçbucağı, bu üçbucağı içəriyə doğru simmetriya eləyiblər. Buradan belə bir xətt qoyuram, simmetriya. Yəni bu qaydada və yuxarı hissəni kəsiblər elə bir. Aşağıdakı bu qövs hissəsində yuxarıya doğru eləyiblər elə bir. Bu belə deyildi. İndi bunun tərsinə qabarıq formadır. O zaman biz burada nə etməliyik? Bax, buradan belə bir xətt qoydum. Yuxarıda qalan hissə var, bu hissə. Bu hissə. Bunu içəriyə doğru qattalamalıyıq. İçəriyə doğru qattalayanda belə olacaq da, düzdürmü? Formada olmuş olur. Bir də zaten bunu bilən kimi bir dənə variant qalır. O da C variantıdır, içəriyə doğru. Bir də aşağı hissəni də dediyimiz kimi bu da içəriyə doğrudur. İndi biz bunu əlbəttə ki qattalamalıyıq. Deməli, simmetriya eləməkdir, yəni bu hissədən. O zaman bu da belə olmuş olacaq. Həqiqətən də bəli, boşluq olacaq. Bəli, boşluğu unutmayaq. Çünki tam mərkəzdən eləməmişdi. Bəli, bu da belə olmuş olacaq. Elə bizim düzgün cavabımız birləşəcək bunlar. Ortada da A olacaq. Bəli, C variantı düzgün cavabımızdır. Bu formada bir fiqur alınmış olacaq. Mən göyrəkdə çəkdim. C variantı olmuş oldu. Qırmızı ilə çəkim, siz də görün. Simmetriya eləyəndə belə bir fiqur alınmış olacaq. O da C-də var. 59. Verilən sözlər arasında məntiqi əlaqəyə əsasən analoji olan variantı seçsin. Heyvan, həşərat, kəpənək. Deməli, heyvan ümumi anlayışdır. Heyvanlardan biri həşəratdır. Həşəratlardan da biri kəpənəkdir. Ümumidən xüsusiyə düşə-düşə gəlir. Heyvanlardan biri həşəratdır. Atlardan biri heyvan deyil. Burada sıralama gözlənilməyib. Palazlardan biri xalça deyil. Gözlənilməyib. Ağlardan biri rəng deyil. Gözlənilməyib. Tüfənglərdən biri tapanca deyil. Gözlənilməyib. Poeziyaya aid olanlardan şeir var. Şeirlərdən də biri bayatıdır. Bəli, bu düzgün cavabımızdır. Yəni eynən yuxarıdakı ardıcıllıq yerdə gözlənilib. Heyvanlardan biri həşəratlı, poeziyaya aid olanlardan biri şeirdir. Həşəratlardan biri kəpənəkdir, şeirlərdən biri bayatıdır. Düzgün cavabımız oldu Y variantı. Özü də C-rəba sözlərin ardıcıllığı nəzərə alınmalıdır mütləq. Gəldik növbəti 60-cı sualımıza. Ədədi ardıcıllıqdır. Aradakı fərqi yazıram. Üstəgəl 2, üstəgəl 2, üstəgəl 3, üstəgəl 3, üstəgəl 4, üstəgəl 4, üstəgəl 5. 2 dəfə, 3 növbəti 2 dəfə. Hər belə deyək ki, rəqəmi 2 dəfə gəlirik. Üstəgəl 4, üstəgəl 5, təzədən bir dənə də üstəgəl 5. İndi üstəgəl 6, eləyəcək 36, təzədən bir də üstünə 6 gələcək 42. Demək o zaman 36 olacaq C variantı. 2, 2, 3, 3, 4, 4, 5, 5, 6, 6. Gəldi indi çox maraqlı və çətin suallardan birinə. Həqiqətən də bu sualı çox belə deyək ki, yazan sayı azdır. Amma inşallah bunu öyrənəcəksiniz. Qəbulda da düşsə düzgün cavabı yazmış olacaqsınız. Burada söhbət nədən gedir? Baxın, bizə xətti qrafik veriblər və bu qrafikdə X və Y oxları var ki, biz burada X-dən Y oxlarını bir-biri ilə kəsişdirməliyik. Deməli, məsələ budur da. Bura 0-dırsa, bura 1, 2, 3, 4, 5, 6. Burada 7-ci olmuş olacaq, düzdürmü? İndi bu hissədən biz hər bir xəttə diqqətlə baxırıq. Mən baxıram ki, birinci başlanğıc nöqtəsi x7-dən başlayır. Hazırda bu hissədə 1-ə bərabərdir. Yəni, mənə lazımdır ki, bu xətt görüm hansı hissələrdə olmuş olacaq bu xətt. Bura yazıram x, bu tərəfə yazıram y. Və indi bura bir xətt qoydum, bölgünü də qoydum bu hissədə. X-in birinci qiyməti 7-dir, y-in həmin nöqtədəki qiyməti 1-dir. İndi mən bu xəttin sonuna baxıram. Bu xəttin sonunda x gəlib dayanıb 5-də. Yəni, buradakı düz xəttin nöqtəsi gəlib dayanıb 5-də. Bu isə gəlib dayanıb elə bir 1-də. Yəni, düz xətt çəkilib də, heç yerə tərpənməyib. O zaman deyirəm ki, bu hissədə 7, 1 və nöqtəsi növbəti 5-də oldu x-in, y-də 1-də oldu. İndi biz buradan nəyi tapmış olacağıq? Biz buradan bunu tapırıq ki, 7-ni 1-ə böləndə 7 eləyir. Çünki bölünməsini istəyir axı bizdən. 7-ni, birinci 1-ə böləndə 7 eləyir. İkinci hissələrdə, yəni bu 5-i də bu 1-ə böləndə 5 eləyir. O zaman bizim birinci xəttimiz 7-dən 5-ə doğru olmalıdır variantda. Gəlin variantlara baxaq. Baxın, bura 0 idi. 1, 2, 3, 4, 5, 6, 7. Bu 7-dəndir, x-in başladığı xətt. Bu da 5-ə gəlib, düppədüz. 7-dən 5-ə gəlib xəttimiz gördüyümüz kimi. Mən də yuxarıda qeyd eləmişəm, 7-dən 5-ə gəlməlidir. Və variantlara baxsaq əslində hamısında 7-dən 5-ə gəlib. Burada bir ciddi şəkildə problem yoxdur birincidə. Hamısında düzgündür, yəni.
Birdən baxım, birdən yanlışdır ola. Yox, burada bir problem yoxdur. Gəlin indi növbəti hissəyə keçmiş olaq. Növbəti hissəyə keçəndə nə edəcəyik? Artıq buranı qırmızı ilə göstərirəm. Bax, söhbət bu dəfə bu xəttdən gedəcək. O xəttə qarşıdakı bax bu xətt uyğundur da, düzdürmü? Qırılma nöqtəsi buradır. Mən deyirəm ki, bu hissədə bir xətt qoyuram. X-in qiyməti 5-dir, bura yazdım 5. Aşağıdan X-in növbəti qiymətini deyim 6-dır, bura düşdü deməli 6. Y-in qiymətlərinə baxaq. Y boyunca çəkilən, bax bura 2-dir bu hissə. Elə burada 2-dir də bizdə, düzdürmü? O zaman bura yazacağam 2, burada yazıram 2. 5-i 2-yə bölsək, bu eləyəcək 2/5. 6-nı 2-yə bölsək, bu da 3. Deməli 2/5-dən 3-ə qalxan formada olmalıdır. Mən baxıram ki, A variantında düzgündür. 2/5-dən 3-ə qalxan formadır bura. B variantına baxıram, bu da düzgündür. 2/5-dən 3-ə qalxır. C variantına baxıram, bu 2/5-dən 3/5-ə qalxıb. Görürsüz də xəttə ortasına gəlib. Deməli C variantı yanlışdır. D variantına baxıram, 2/5-dən 3-ə gəlib düzgündür. Y variantı da düzgündür. Gəldi indi növbəti hissəyə. Bu xətti də unutduq. Yenə deyirəm, mən sualı ətraflı izah edirəm. Siz daha sürətli cavabı tapa bilərdiniz. Bunu da tapdıq. Növbəti baxaq buradakı düz xəttə. Növbəti düz xətt buradan başlayır, bu hissəyə qədər davam edir. Deməli bu da buradan başlayır, bu hissəyə qədər davam edir. Və bu nədir? 6-6-dır, bu da 2-2-dir. Deməli o zaman 3 olacaq da. 3-cü xəttdən düz xətt çəkilməlidir. 6-nın 2-yə, 6-nın 2-yə. 3-cü xəttdən düz xətt çəkiləcəksə A variantı düzgündür. Düppədüz xətt çəkib bu hissəyə. Növbəti B variantı da düzgündür. Bu hissədə D də düzgündür və Y variantı da düzgündür. Xülasə, gələk növbəti hissəyə o zaman. Bunu da tapdıq. Növbəti hissə baxın 6-dan başlayır, bu xəttdən söhbət gedir. Baxın bu xətt. 6-dan başlayır, bu 6-dan başladı. Birinci hissəsi bura düşüb, deməli 1-dir bu. 6-nı 1-ə böləndə 6 eləyəcək. Yazıram bu hissədən elə 6. Bir növbətisi isə bura düşüb 4-ə, bu da düşüb deməli 1-ə. O zaman deyəcəyik ki, biri 6 oldu, biri də 4 bölək 1 4 oldu. 6-dan 4-ə düşməlidir. Mən baxıram ki, bu 6-dan 4-ə düşüb A variantında. B variantında 6-dan 4-ə düşməyib. Görürsüz də bu hissədə 4 olma 5-ə düşüb. Deməli B variantında atırıq gedir. D variantında 6-dan düşməyib. D variantında bu xətt 6-dan başlamır. D variantında 60 olduq. Deməli bizdə bir dənə qaldı. A variantı 6-dan başlayıb 4-ə gələn. Bir də Y variantına baxsaq, bəli, burada da 6-dan 4-ə qədər. Gəlin variantlar arasında fərqə baxaq, tez bazar cavabı tapmış olaq. Mən baxıram diqqətlə harda fərqlilik var. Fərqlilik deməli, fərqlilik növbəti xəttdə olacaq elə. Hə, növbəti xəttdə fərqlilik var. Elə onu tapsaq sualın cavabı çıxacaq. Deməli məsələ nədir? İndi baxın, bizə lazım olan bu xəttdir. Bu xətt başlayır 4-də. Görürsüz də sol tərəfi. Bu da 2-də. 4-ü 2-yə böləndə, buradakı 4-ü buradakı 2-yə böləndə 2 eləyəcək. 2. Və burada da nöqtə 5-dədir. Bu da hələ də 2-dədir, düzdürmü? 5-i 2-yə böləndə də 2/5 olacaq. Deməli 2-dən gəlməlidir 2/5-ə növbəti xəttimiz. Mən baxıram ki, bu 2-dən görürsüz 3-ə gəlib. Bax, bu 2-dən gəlib 3-ə doğru. O zaman bu mənim düzgün cavab variantım deyil. Y variantına baxsaq, bəli, bu 2-dən doğrudan da 2/5-ə gəlib. Deməli onda Y variantı bizim sualın düzgün cavabı olmuş olacaq. Bax, bu qədər. Tam izahı bu qaydada olmuş oldu. Gəldiğində növbəti sualımıza 62 sualdır. 62-ci sualımızdır. Burada 3 dənə nöqtə var idi. Bəli, 3 dənə də nöqtə alınıb. Və burada nə baş verib? 2 dənə fiqur var idi, 3 bucaq. 2 dənə də romb alınıb. İndi burada belə bir şey var da, fikir verin, buradakı romplar içərisindəki bu rompdur, kəsişdiyi hissədə. İndi mən varianta baxım. Say dəyişməməlidir də burada, düzdürmü? 3 dənə nöqtə olmalıdır. Hamısında 3 dənə nöqtə var. Bundan əlavə, deməli bizdə 4 bucaqlılardır. Bir vahid də artırıb deyə bilərik də. İndi çünki mən variantlara baxıram ki, burada kvadrat yoxdur, variantın heç birində kvadrat yoxdur. Deməli məntiq onda nə imiş? 3 bucaq idi bu, 3 bucaq. Qaldı oldu 4 bucaq. İndi burada 4 bucaqdır. Bir vahid artırsaq 5 bucaq olmalıdır. 5 bucaq 3 dənə də nöqtə. Bu da D variantında var. Bu qədər. Yəni burada da dairələrin yeri falan, bunların heç birini nəzərə almadım mən. Əgər nə zaman nəzərə alardım? 5 bucaqlı 2 variantda olsaydı onu da alardım. Burada da məntiq belədir ki, bir nöqtə kvadratın içərisindədir. Digər 2 nöqtə sərbəstdir. Bizdə də bir nöqtə deməli 5 bucaqlının içərisindədir. 2 nöqtə də sadəcə. Elə ən sadə məntiq budur ki, sadəcə 3 bucaqları romb eləyiblər. Bu qədər. Yəni bir vahid artırıblar. Fiqurun formasında heç dəyişməyiblər. 3 bucaq romba çevrilib, 3 bucaq romba çevrilib. 4 bucaqlar da çevrilib 5 bucaqlıya. Görürsüz, görüntü olaraq deyinidir. 5 bucaqlının deməli biri aşağıdadır, ikisi yuxarıda. Eynən burada da ikisi yuxarıdadır, biri aşağıda. Aşağıda olan içərisində nöqtə var. Bitdi. Gəldik növbəti sualımıza. 63-cü sual. Çox əjdaha sualdır həqiqətən. Yəni bu sualı doğru yazanlar zaten 40-ın üzərində nəticə toplamış olacaq.
Yəni əminəm ki, bunu düzgün həll qaydası ilə yazanlar ən aşağısı 40 dənə yazacaqlar. Bu qırmızı sarı karandaşa aid mənim bir dənə videom var. YouTube-a yazırsınız ki, Əmrah, Əhməd, sarı, qırmızı karandaş. Bunu yazan kimi zaten çıxacaq video. Kifayət qədər də izlənib, sarı, qırmızı. O hissəni əgər maraqlıdırsa bu sual sizə, o hissəyə baxın, ondan sonra gəlin buna baxın. Oldu? Yox, belə qısa versiyasını istəyirsinizsə mən sizə deyim. Baxın, qırmızı sarı rəngli karandaşlar, sarı karandaşın bir və bir-birinin qonşuluğunda sayılarının 3-dən artıq, qırmızı karandaşların bir-birinin qonşuluğunda sayılarının 4-dən artıq olmaması şərti ilə düzülür. Bu karandaşların birlikdə sayı ən az neçə olmalıdır ki, mümkün düzülmə variantlarının sayı 3 rəqəmlərlə də bərabər olsun. Mən sizə belə bir şey deyim. Baxın, biz qırmızı və sarı rəngli karandaşlar götürmüşük, düzdür? Yəni 2 cür karandaşımız var. Və bizə deyir ki, ən azı sayı 3 rəqəmlərlə də bərabər olsun. Ümumiyyətlə yadınızda saxlayın. Əgər bizim 2 rəngli karandaşımız varsa, bizə imkan verirsə ki, sən bir karandaş seç, mən ya qırmızını seçəcəm, ya sarını seçəcəm. 2 cür versiyam var. Bu olacaq 2+1. Nə zaman? Əgər mən bir karandaş seçmə imkanı verərsə. Yəni deyir ki, bir dənəsini seç. Onda ya qırmızı, ya sarı mənim 2 cür seçimim olmuş olacaq. Yazıram bura, bir karandaş olarsa. Ya qırmızı, ya sarı. Əgər mənə 2 karandaş seçmə imkanı versə, mən mümkündür ki, bunu sarı, qırmızı, qırmızı və ya qırmızı, sarı götürüm. Olacaq 2+2 qədər. Deməli, karandaş sayı nə qədərdirsə, siz bunu 2-nin qüvvətinə yazırsınız. Yəni, rənglərin qüvvətinə yazırsınız. Baxın, buradan da düstur kimi yazıram. Rəng sayı, üstündə yazıram karandaş sayı. Bax belə, rəng sayı, üstündə karandaş sayı. Ən kiçik 3 rəqəmli ədədimiz hansıdır? Ən kiçik 3 rəqəmli ədəd müəllim. 2-nin qüvvəti olan 3 rəqəmli ədəd 128-dir. Bu 128 2 neçə deməkdir? 2+7-dir. O zaman 7 karandaş götürmək lazımdır ki, ən azı olmalıdır. Amma bu həmişə doğru ola bilərmi? Yox. İndi mən sizə belə bir şey deyim. 2+7-ni ona görə götürdüm ki, 128-ə yaxında ən kiçikdir. O zaman elə 7-ni götürək. Ən kiçik 128-dir, 2+7-dir. Mənim bəs bunun tam həlli necədir? İndi sizə tam həllini deyirəm. Baxın, bu hissəni biraz çətindir. Əgər öyrənmək istəyən varsa, videoya baxsın diqqətlə. Öyrənmək istəyən yoxdursa, müəllim mənlik deyil, riyaziyyat mənlik deyil. Bunu boş verin. Mən 30-35 yazsam da bəsdir. Əgər belə deyənləriniz varsa, o zaman digər suallara baxın. Yəni bundan sonrası artıq nisbətən maraqlıdır və çətindir. İndi qulaq asırıq nəyə? Baxın, mən əgər bir karandaş götürsəm, mənə seçim imkanı versə. Biri var sonunda qırmızı olan versiyalar, biri var sonunda sarı olan versiyalar. İndi mən bunu 2 yerə böldüm. Sonunda sarı və sonunda qırmızı. Zaten 2 rəngli də. Bir karandaş götürsən, zaten ya sonunda xətt çəkim, ya bir dənə sarı olacaq, ya da bir dənə qırmızı olacaq. Yəni mənim 2 cür seçimim olacaq. Birim 1-ə. Bir karandaş götürmə imkanı versə. 2 karandaş götürə bilsəm əgər mən, deyəcəm ki, ola bilsin ki, sarı olsun, ola bilsin ki, qırmızı sarı olsun. Sonunda 2 dənə sarı olan versiyamız var. Yazıram sonunda 2 dənə sarı olan 2. Bir də sonunda qırmızı olanlardan da 2 dənə versiyamız var. Qırmızı və yaxud da sarı qırmızı. 2 dənə də belə alındı. Bu da yazdım 2. Bir dənə də xətt qoydum bu hissəyə. İndi gəldim 3 karandaşa. Diqqətli olaq, yuxarıda şərtimizdə var. 3-dən artıq yanaşı dayanmasın. 3-dən artıq dediyi üçün mən 3 dənə sarını yan-bayan yaza bilərəm. Daha sonra mən yaza bilərəm burada qırmızı, sarı və yaxud yaza bilərəm sarı, və yaxud yaza bilərəm bu hissəyə qırmızı, sarını. İndi 4 cür oldu, düzdürmü? Zaten bu 2+3'dür. Sonunda sarı olanların sayı 4'dür. Sonunda qırmızı olanların sayı 4'dür. Yəni 2+3 deməkdir bu. Ümumilikdə 8 dənədir. Yarısı 4, yarısı 4 belə yazdım. İndi 4-cü karandaşda diqqətli oluruq biz. Baxın, 4-cü karandaşları qeyd edərkən mənə deyirdi ki, burada sayılarının 3-dən artıq olmasın sarılar. Mən artıq 4 dənə karandaş götürsəm, bu cür versiyanı çıxmalıyam. 4 dənə sarı yanaşı düzülə bilməz. Axı mənə demişdi ki, 3-dən artıq düzülməsin. 4 dənə yanaşı düzüldüsə bu artıq problemdir. Yəni bir dənəsini çıxmalıyıq. Nədən? Sonunda sarı olanlardan. Normalda 4 dənə karandaş götürəndə 2+4 qədər versiya yaranırdı, 16. Bunun 8-i sonunda sarı olan, 8-i sonunda qırmızı olan. Mən sonunda sarı olanlardan bax bunu çıxıram. Sonunda sarı olanlardan 4 dənə sarı gələn versiyanı çıxıram, qalır 7. Və qırmızıda heç bir problem olmayacaq. Çünki 4 dənə qırmızının yanaşı yaza bilərik. Deyir 4-dən artıq qırmızı yanaşı düşməsin. Yəni ona görə burada hər hansısa bir şey silməyəcəm. Elə 16-nın yarısı, digər yarısı 8 idi. Bunu saxladım. Bundan sonra nə edəcəksiniz? Bundan sonra isə mən day hesablamayacağam. Bunları yazandan sonra belə hesablayıram. Deyirəm sizə deyirdi ki, 3-dən artıq sarı, düzdürmü?
Sən indi qırmızıları 3-3 toplayıb sarının altına yazırsan. Tərsinə gedirik. Baxın tərs necə olur. 2 dənə rəngə məhdudiyyət qoyanda həm sarı rəngə, həm qırmızı rəngə məhdudiyyət qoyub. O zaman deyirsiniz ki, müəllim, 2 rəngə məhdudiyyət qoyanda tərs eləyirik. Tərs nə cürdür? Sənə burada verib ki, sarıları 3-dən artıq yanaşı düzmə. Sən qırmızıları 3-3 toplayıb yazırsan sarının altına. Qırmızılar 4-dən artıq olmaz, düzdürmü? Sən sarıları 4-4 toplayıb qırmızının altına yazacaqsan. Yəni, indi baxın, mən dedim axı sarını 3-dən artıq düzmək lazım deyil. Qırmızını 3-3 toplasam, 1, 2, 4 cəmi nə qədər eləyir? 7. Görürsünüz, növbəti hissəyə 7 yazıb, bu hissəyə. 1, 2, 4 toplayıb bu hissəyə 7-ni almışıq. İndi mən növbəti dəfə bu sarını tapsam 5 qarandaşda nə edəcəm? Özündən əvvəlki üçün toplayıram. Fibonacci ardıcıllığı kimi. Özündən əvvəlki üçü hansıdır? 2, 4, 8. Bu 14 eləyir. Bu hissəyə yazdım 14. Bəs müəllim, bu qırmızının altı necə eləyim? Bax, sən qırmızını tapmaq üçün sarıları bu dəfə toplayasan, amma 4-4 toplayasan. Necə bayaqlar biz qırmızını 3-3 topladıq, sarının altına yazdıq. İndi də qırmızını biz tapmaq üçün sarını 4-4 toplayıb yazmalıyıq. 1, 2, 4, 7. Toplamı nə qədər verir bizə? 14 verir. Bura qeyd elədim 14. Bu hissəyə qeyd elədim 14. İndi gəldim 6 karandaşa. Yenə eyni şeyi, prosesi davam edirəm mən. İndi qırmızını 3-3 toplayacağam. Burada qeyd eləyə bilərəm. 3-3 toplayıram. Sarını da 4-4 toplayıb tərs yazıram. Qırmızını 3-3 toplasam 4, 8, 14. Bu bizə verdi deməli 30'u. 4, 8, 14. Bəli, bizə verir 12, 30. Yox, 26'nı verir. 4, 8, 12, 14 də burada 26. Bura qeyd elədim 26'nı. İndi mən nə edəcəm? Sarını da, daha doğrusu qırmızını toplayıb sarının altına yazırıq. Fikrim getdi. 4, 8, 14, 26. Qırmızıları topladıq, yazdıq sarının altına. Sarıları da 4-4 toplayıram. 2, 4, 7, 14. Bunu 4 topladım. Və mən götürüb yazdım. Deməli bu hissəyə, qırmızıya 2, 4, 7, 14 nə qədər verir? 6, 13, 27. Burada götürüb yazdım 27'ni. Bunu 4-4 toplayıb yazıram. Bunu 300 toplayıb deməli yazıram. Bax bu hissəyə. Bax bu qaydada yazırıq. Oldu mu? Sarpas şəkildə. Və belə. İndi mən 7-cini də yazıram. Bundan da sualı yekunlaşdırmış oluruq. 7-ci karandaş üçün nə baş verəcək burada? Yəni baxım düzmü topladım. 4, 7, 14, bir də 2. Biz bunu toplayıb bura yazmalıyıq. Deməli 21 üzərinə də 6 gələndə 27 düppədüz. İndi sonuncunu yazıram. Qırmızını 300 toplayaq. 8, 14, 27. Deməli bu 22 eləyir. 27 ilə də toplayanda 49. 300 topladım. Bax bunu yazdım bura 49. Və bunu da 4 toplayıram. 4, 4. Yəni 4, 7, 14, 26. Bu da bizə verir. Deməli 14, 26. 50. Bu da 1. 11. Deməli bu da eləyir 51. Və burada yazdığım 51'i. Və beləliklə biz artıq burada sualı bitirmiş ola bilərik. Çünki 49 ilə 51'in cəminə verir bizə 100. Deməli 7 karandaş olanda 100 cür bizim seçimimiz olmuş olacaq. İndi isə keçirik növbəti sualımıza. Deməli K elemi 0-dan və bir-birindən fərqli rəqəmlərdir və deyir ki, bunların cəmini tapın. Diqqətli olsaq bu hissədə M ilə K-nın cəmini 3 verib. 13 də ola bilər, 3 də ola bilər. Gəlin o zaman belə yanaşaq sualımıza. Biz bu hissəni əvvəlcə 1, 2 kimi qeyd edirəm buranı. İndi mən K-ya 2 verdim, M-ə 1 verdim. M-ə 1 yazmışamsa gərək onda elə 9 verim ki 10 eləsin, 0 qalsın. Elə 9 verdim. Və elin qiymətinə 9 versəm, K-nın qiymətinə də 2 demişəm axı. Burada yanlışlıq oldu. Çünki K2 olanda, L9 olanda bu 11 eləyir. Hələ yadda da 1 vardı, 13, 12 eləməli idi. Deməli onda burası yanlışdır. M ilə K-nın yerini dəyişirəm. Bunu eləyirəm 2, bunu eləyirəm 1. M-ə 2 desəm elin qiyməti 8 olacaq. 8 ilə 2-nin cəmi 10 verər. Elin qiyməti 8, K-nın qiyməti də 1. Həqiqətən bu dəfə düzgün alınır. 8 ilə 2, 10 yadda 1. 8 ilə 1, 9, yadda da 1, 10. Hər şey düzgündür. K-ya 1 qeyd elədik. Elə 8 qeyd elədik. M-ə isə 2 qeyd elədik. Toplam cəmi eləyəcək 11. O da Y variantında var. 65 parçanın 15 metrin qiyməti 60 manatdırsa, həmin parçanın 2,125 metri nə qədərdir? Qısa bir tənasüb quraq. 15 metr 60 manatdırsa, o zaman 2,25 metr nə qədər olmuş olacaq? Burada da nə edəcəyik? X-i tapmaq üçün elə bir 60'ı 4'ə böləndə 15 alarıq da, düzdürmü? Və ya 15'i 4'ə vursaq 60 alarıq. 2,125'i də 4'ə vururuq. 2,125'i də 4'ə vuranda 10 eləyər də, düzdürmü? 10 eləyər. Düzgün cavabımız B variantı olmuş olacaq. 10 yoxsa 9? 9 10 nə idi? 4'ə vursaq 100, 4 dənə 9 eləyəcək. A variantı sualın düzgün cavabı olmuş olacaq.
66 verilən kubun ixtiyari çevrilməsi nəticəsində alınan kubu tapmaq lazımdır. Alt üzü də fərqlidir. Əgər alt üzü də fərqlidirsə, o zaman mən dərhal B variantını silirəm. Niyə? Bu toplama işarəsi ilə dairə bir-birinə yaxın yerləşmir. Yəni bir-birinin qonşuluğundadır da. Bu dairə gedib toplamadan uzağa. Deməli B variantı yanlışdır. Bu düzgün cavab deyil. Bundan başqa nəyə qeyd edə bilərəm? Bundan başqa qeyd edə bilərəm ki, A variantında və ya C variantına baxaq görək burada nəsə varmı? Hə, mən bu fiquru bu istiqamətdə, bax buradakı əlimdə elə bir kubu tutmuşam. Bu istiqamətdə fırladanda toplama dəyişməz. Amma bu üz var. Bu tərəfə gələndə nöqtə bura düşməz ki, nöqtə bu tərəfə düşməli idi də. Yuxarı üz qalmaq şərti ilə bir dəfə əlimdə çevirsəm, bu uzaqdakı bu nöqtə gəlib uzaq hissəyə düşər. Yəni bura düşməz. Deməli C variantı da yanlışdır. Eyni məntiqlə D variantı da yanlışdır. Həm də D variantı buna görə yanlışdır ki, daha sizə asan yol deyim. Bax, nöqtə ilə bu üçbucaq işarəsi görürsünüz bir-birinin qonşuluğundadır. Çox yaxındır bir-birinə. Amma D variantında nöqtə buradadır. Bu hissəsi A qalıb. Bu üçbucaqlardır da. Əslində kubun bir dənə üzüdür bu. Digər 3 dənə üz fərqlidir. Yəni deməyin ki, müəllim bəlkə görünməyən üzdür. Xeyr, bu üzdür. Bu üçbucaqlar da nöqtəyə yaxın olmalı idi. Və son eyni şey Y variantında da var. Nöqtə görürsünüz üçbucaqların nə qədər uzağında qalıb. Bir dənə düzgün cavab qalır A variantı. Bu qədər. Səhvləri taparaq düzgünü axırda çıxarmış olduq. 67. Biz çatışmayan hissəni tapmalıyıq. Gəlin çatışmayan hissəni belə eləyim. Bir şəklin üstündə digərini tamamlayım. Baxın, buradakı orta nöqtədən belə bir düz xətt endirirəm. İkinci şəkli birincinin üzərinə çəkirəm. Belə bir xəttimiz yoxdur. Bunu çəkdim. Bir də belə bir xəttimiz yoxdur. Bu hissəni çəkdim. İndi gəlin bu şəkli yaddan çıxaraq birinci hissə, ikinci hissəni tamamlayaq. Altdan xətt getməlidir bu qaydada. Belə bir xətt olmalıdır bu hissədə. Çarpaz bir dənə belə bir xəttimiz olmalıdır. Başqa da hər hansısa bir şey mən görmürəm. Baxın, bu qırmızı ilə çəkdiyim bizim düzgün cavabımızdır. Harda var, harda var? Bu A variantında var. A variantında düzgün cavabımız var. Bitdi sual. Bu qədər. Gəldik 68-ci sualımıza. Deməli deyir ki, ABCD düzbucaqlısında AF bərabərdir BF bərabərdir AD-yə, AY YD-yə, DC-nin qiyməti 12-dirsə. DC dediyi bu hissədir. Zaten görürük buradan DC-nin qiyməti 12-dir. Bura qeyd elədim 12-ni. Onda yuxarı hissədə bizdə A-dan B-yə doğru da paralel olduğu üçün 12-dir. Və burada F orta nöqtə olduğu üçün əslində bunu qeyd eləməli idi. Qeyd eləməsə də olar. Onsuz da deyir də AF bərabərdir BD-yə. Demək onda F orta nöqtədir ki, 2 bərabər hissəyə bölüb. O zaman biz F-i orta nöqtə qəbul ediriksə, 12-nin yarısı 6 buradır, 6 da bu hissə olmuş olur. Bir də deyir axı, AF yəni 6 6-ya bərabərdir, həm də AD-yə bərabərdir. AD də buradan bura qədər olan xəttdir. Bu 6-dırsa, Y də ortaq nöqtəsidirsə, onda 3 bura qalır, 3 bura qalır. Yəni bu tərəfdə paralel olduğu üçün bütövlükdə 6 olmuş oldu. Biz rənglənmiş hissənin sahəsini tapmaq üçün nə edəcəyik? Ümumidən buradakı 2 dənə düzbucaqlı üçbucağın sahəsini çıxacağıq. Bununla da cavabımız çıxacaq. Ümumi dediyimiz nədir? ABCD düzbucaqlısının sahəsi 12 burasıdır, 6 da bu hissəsidir. S bərabərdir 12 vuraq 6-ya, yəni 72-yə. Biz bu 72-dən burada AYF düzbucaqlı üçbucaqlısı var. Katetlər hasilinin yarısıdır sahə düsturu düzbucaqlı üçbucağın. Bir kateti 6-dır, digər kateti 3-dür. 6-nı 3-ə vurub yarıya bölürük, yəni 2-yə bölürük. Bu 9 eləyir. Deməli buranın hissəsi oldu 9 ağ rəng. 72-dən çıxacam 9-u. Bu düzbucaqlı üçbucaq da 6-dan 12-yə qədər olan hissədir. 12-ni 6-ya vururam 72, yarısı da oldu 36. Katetlər hasilinin yarısı və 36-nı çıxıram. Yəni 45 çıxıram. Nə qalır cavabımızda? 27. Deməli rənglənmiş hissənin sahəsi bizdə 27 olmuş oldu. Gəldik bir növbəti sualımıza. Bir növbəti sualımız da kublara aiddir. Burada bir dənə diqqətli olun, fiquru çevirir. Burada çevrilmə var. Yəni şəkil ardıcılığı kimi düşünün, heç kub kimi yox. Yuxarı bir dəfə çarpaz belə olub, bir dəfə belə olub, bir dəfə belə olub. İndi belə olmalıdır da yuxarı çarpaz xətt. Bu D variantında yuxarı hissədə yoxdur. Bu Y variantında yuxarı hissədə yoxdur. İstiqamət yanlışdır. Bu C variantında da yoxdur. Mənim çəkdiyim kimi xətt olmalıdır ya A-da, ya da deməli B variantında. Bundan başqa nə edirik? Baxırıq hər dəfə, bax bu kvadrat görürsünüz ikinci şəkildə önə gəlib. İndi bunun sağ tərəfində olan bu xəttlər, çarpaz xəttlər növbət dəfə önə gəlib. Məndə də indi sağda x-dir axı, bu önə gəlməlidir məndə. Müəllim zaten öndədir də, ikisində də x-dir. Bəs yaxşı, gəlin görək bu dairə haralara gedəcək? Bu dairə fırlanırdı, elə bir əldə tutmuşu kubu fırladırıq. Əgər kvadrat bura gəlibsə, dairə də gəlib növbəti şəkildə bax bu tərəfə. Yəni kvadratın solundadır. Bir növbəti şəkildə isə dairə gedib arxa tərəfə. Dairə buradadır, geridədir, görsənmir. Bir növbəti şəkildə dairə gələcək sağ tərəfə. Sağ tərəfə gələcəksə onda B variantı olmuş olacaq. Deməli düzgün cavabımız B variantıdır. Dairə də bax bu cür kub əldə fırlandıqca dairə də öz yerini dəyişir.
70-ci suala baxaq. Qatlanmış kağızda kəsiklər edilib. Fikrən kağızı açın, ona uyğun seçin. Necə qatlayıb? Bax, bu hissəni, buradakı üçbucağı əvvəlcə yuxarıya doğru qatlayıb. Sonra alınıb bax belə bir hissə. İndi bunu da axırda qatlayıb ən yuxarı hissəyə. Biz birinci növbədə bunu geriyə doğru açmalıyıq. Geriyə doğru açanda nə baş verəcək? Bax, bu bir dənə kəsiyi var. Görürsünüz də bu hissədəki kəsiyi. Mən o kəsiyi tam çəkə bilmirəm. Belə bir kəsiyi var. Həmin kəsiyi növbət dəfə bax bura düşməlidir, bu hissəyə. Buradakı bu şam ağacına bənzəyir. Buradakı belə bir forma, yəni mən onu çarpaz xətt çəkim bu qaydada. Növbət dəfə açılanda bu hissəyə belə bir-biri ilə elə bir üzbəüz formada baxmalıdır. Və həmçinin buradakı belə bir kəsiyi ki var, o kəsiyi də ortada bir dənə dairəvi formada ürək əmələ gətirəcək. Yəni elə ürəyin bir hissəsi də ürək əmələ gətirəcək. İndi gəlin biz variantlara baxaq. Birinci növbədə C variantını silirəm. Niyə ay müəllim, niyə C-ni silirsiniz? Çünki bax bu hissənin kəsiyi, axı biz geriyə doğru açanda dedik ki, bu hissəyə düşməli idi, bax bura düşməli idi. Düşməyib. Deməli onda həm C buna görə, həm də bu şam ağacı kimi olan belə bir şey əks olunanda belə olmalı idi. Bu şam yuxarıya baxır axı, ağac yuxarıya baxır. Bu yanlışdır. Y variantı ümumiyyətlə yanlışdır. Bunun kopyasını elə götürüb çəkib. Bu simmetriya demək deyil ki. Yeni dağıtdıq, buna görə silmiş olduq. Bundan əlavə variantlar arasındakı fərqə baxsam, baxın, mən bu üçbucağı çox maraqlıdır həqiqətən. Biz bunu geriyə doğru açsaq, simmetriya oxumuz mənim bu qırmızı oxumdur da. Bunun bu uzaqda olan hissəsi ki var, əslində mən burada bunu yanlış dedim. Bu bura düşməli deyildi. Bu geriyə doğru açsanda uzağa düşməli idi. İndi gördüm bunu. Bu uzağa düşməlidir. Baxın, buradakı hissə gəlib simmetriya buradan olacağı üçün simmetriya yoxundan uzaqdır. Gəlib bu hissəyə düşməlidir. Burasını yanlış qeyd elədim. Yox, bir problem yoxdur. Onsuz da başqa şeylərə görə variant silmişdik. Dedik ki biz buradakı hissə gəlib uzağa düşməlidir. A variantı düzgündür. B variantında yanlışlıq var. Ona görə ki, bu hissəyə kəsib, bu hissəni biz kəsməmişik axı heç. Görürsünüz, bu hissə kəsilməyib. Oranı yer kəsib ki B-də. B də yanlışdır. D variantında da ümumiyyətlə bir dəfə buranı kəsib, başqa heç bir yerdə kəsik görmürük. Fikir verin, həmin bu hissənin kəsiyi bizdə növbət dəfə açılanda uzağa gəlməli idi. Və biz bu hissəni də geriyə doğru açanda, bəli, bu ağac simmetriya olunur bura. Ürəyin bir hissəsi qalmışdı. Bu hissəsi, o da əks olunur bura. Bu hissə də bu hissə. Deməli, A variantı sualın düzgün cavabıdır. Zaten digərləri çox rahatlıqla silinə bilir. Gəldi 71-ə. Demək, bu hissədə nə etmək lazımdır? Avtobusda 10 qadın, 22 kişi, avtobusdan isə 2 qadın cütlüdürsə, kişilərin sayı qadınların sayına 3 dəfə çox olar. Gəlin belə eləyək. Biz düşən insan sayına, zaten qadınlardan da düşəcək, kişilərdən də eyni sayda düşəcək. Düşən insan sayını x deyirəm. Yəni bu həm də cütlük sayı ola bilər. Cütlük nə deməkdir? Bir kişi, bir qadın. Yəni 4 dənə qadın düşübsə, deməli 4 dənə kişi düşüb, 4 dənə cüt düşüb. Yəni 4 cütlük düşüb. Qadınlardan əgər x sayda çıxsa, onda kişilərdən də 22 çıxılsın x sayda olmalıdır. Yəni eyni qədər adam düşəcək. Və deyir ki, burada kişilərin sayı qadınların sayından 3 dəfə çox olar. Baxın, qadınların sayı az olduğu üçün biz bunu 3-ə vuracağıq və bərabər eləyəcəyik. Bərabər eləyəndə bu tənliyi əldə eləsək 30 çıxılsın 3x bərabər 22 çıxılsın x-a. Buradan 30-dan 22 çıxsaq eləyir 8. 3x-i də gətirsək bu tərəfə 3x-dan x çıxarsaq 2x eləyəcək. X bərabər oldu 4-ə. Deməli 4 burada nədir? Tərk eləyən həm qadın, həm kişi sayı. Yəni 4 cütlük deməkdir də bu. 4 cütlük düşsə, 4 kişidən, 4 qadından düşsə, o zaman kişilərin sayı qadınların sayından 3 dəfə az olacaq. Yəni kişi daha çox olacaq. Həqiqətən də bax 22-dən 4 çıxsaq, bu bizə 18-i verəcək. Ondan 4 çıxsaq, bu bizə verəcək 6-nı. 18 ilə 6 bir-birindən 3 dəfə belə deyək münasibətdədir. 18 6-dan 3 dəfə çoxdur. Mən riyaziyyatı bilmirəm. Bunu nətər yazım? Bax sən gəl mən sənə bir yol deyim. Bura 22 qadın yazırsan, 22 kişi daha doğrusu. Burada yazırsan 10 dənə qadın, 10 nəfər qadın. Bir azaltsan bu 21, bu 9 elədi. 3 dəfə münasibət var, yox. Yenə bir azaldırsan 28 elədi. Yenə 28-dən 3 dəfə çox deyil. Bir azaltdın 19, 7 elədi. Yenə uyğun deyil. 18-ə gətirdin, bunu da 6-ya gətirdin, axır ki aldın. 18 6-dan 3 dəfə çoxdur. Yəni 22-dən 18-ə qədər nə qədər kişi çıxmışdır? 4 kişi, 4 qadın çıxıb, yəni 4 cütlük sualın düzgün cavabıdır. 72. Hərf sırası pozulmuş 5 sözdən 4-ü müəyyən əlamətə görə oxşardır. Hərflərin sırasını bərpa edərək fərqli sözü tapın. A variantında yazılan söz üçlük sözüdür. Üçlük. B-də yazılan söz beşlik sözüdür. Burada yazılan söz bir illik sözüdür. Bir illik. Birlik olmaz çünki birlikdə birdən alı var. Bir illik. Bir illik. Və bu hissədə yazılan söz 20-lik sözüdür. 20-lik və burada yazılan söz 8-lik sözüdür. Deməli bu sualın düzgün cavabı bir illik sözüdür. Çünki digər hamısı 3-lük, 20-lik, 8-lik və bunlar hamısı belə deyək say sistemləridir. Yəni başa düşəcəyiniz forma belədir.
Qanunauyğunluğu müəyyən edin. Bu sualın düzgün cavabını iki yolla deyə bilərəm. Birinci yol budur ki, bütün rəqəmləri toplasaz sətr üzrə ən axırda burada 45 alınır. Sətrin sonundakı cəm 45 alınır. Bütün rəqəmləri toplasaz. Mənim üçün bu izahı sözün açığı mən belə deyim, bu imtahana getmişdim, özüm elə orada tapdım. Necə tapdım mən bu imtahanı? Hər rəqəm bir dəfə istifadə olunub. 1-dən 9-a qədər hər bir rəqəm bir dəfə istifadə olunub. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. İkinci sətrə baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Üçüncü sətirdə görə nə yoxdur? Baxın 1 var, 3 var, 4 var, 5 var, 6 var, 7 var, 8 var, 9 var. 2 yoxdur. Buraya 2 yazırsınız. C variantı düzgün cavabınızdır. Hər rəqəm, burada qeyd edirəm. Hər rəqəm hər sətirdə bir dəfə istifadə olunur. Bir dəfə istifadə olunur. Belə. 74-ə baxaq. Birinci iki söz arasındakı məntiqi əlaqəyə əsaslanıb analogiyanı seçin. Sual əvəzinə uyğun olan variantı seçin. Təhlükədən qorxu yaranır. Nədən inamsızlıq yaranır? Təlaşdan? Yox müəllim, təlaşdan inamsızlıq niyə yaranır ki? Aldanmadan inamsızlıq yaranar. Bəli, bir insan bir insanı aldadanda ona qarşı inamsızlıq hissi olur. Təhlükədə olanda qorxu hissi olur. 75-i də deyək, hüceyrənin tərkibində var sitoplazma. Qanın tərkibində görək variantdakılardan hansı var? Qanın tərkibində maye yoxdur. Zaten qan özü maye haldadır. Arteriya yoxdur, orqan yoxdur, bədən yoxdur. Qanın tərkibindəki element isə plazmadır. Ən düzgün cavabımız bu hissədə olacaq. A variantı. Və 76-ını da deyim, məsələnin bu hissədə tam yarıya qədər izahım deyib, digər yarısında növbəti videoda. Verilən sözlər arasında cütü əlaqəni tapın. Bıçaq kəsmək üçün istifadə olunan alətdir. Oynamaq üçün top, amma burada düzgün cavab ola bilməz. Çünki topla oynamaq yerini dəyişməli idi. Bu düzgün deyil. Birinci alət, ikinci onun gördüyü iş. Qış boran, burada da düzgün analogiya yoxdur. Mişar baltalamaq üçün deyil, mişar kəsmək üçün də elə. Ona görə bu da yanlışdır. Uçmaq məsafə yanlışdır. Lampı işıqlandırmaq üçün, bəli, məncə bu sual hamı düzgün yazardı. Bıçaq kəsmək üçün istifadə olunan alətdir. Lampada işıqlandırmaq üçün istifadə olunan cihazdır. Bu qədər. Bu oldu ilk, belə deyək, 46-cıdan başlamışdıq biz. Biz başlamışdıq, deməli, 51-ci sualın, daha doğrusu 46-cı sualdan başladıq. İzahları verdi 76-ya qədər. Əslində, bilsəydim tam yarısı olmadı. 30 sualın izahını verdim. Eybi yox, burada artıq, hətta 31 sualın izahı oldu. Burada artıq videonu dayandırıram. Diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkürlər. İkinci hissədə tezliklə gələcək. Sağ olun.